Salam dəyərli müəllimlər, bu gün mən eyni köklü sözlər haqqında danışacağam. Mövzunun izahına keçməzdən əvvəl qeyd edeyim ki, sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimləri üçün sentyabr ayından dərs qruplarımız fəaliyyətə başlayır. Bu qruplara qoşulmaq istəyənlər ekranda göstərilən nömrənin WhatsApp-na yaza bilərlər. Eyni zamanda dərs qruplarımız haqqında ətraflı məlumat əldə etmək istəyənlər də həmin nömrəyə yazaraq ətraflı məlumat əldə edə bilərlər. Və bizə dəstək olmaq üçün videonu bəyənməyi, rəy yazmağı və eyni zamanda videonu paylaşmağı unutmayın. Ən əsası isə kanalımıza abunə olun. Əgər kanalımıza abunə olmusunuzsa, videonu paylaşaraq bizə dəstək ola bilərsiniz. Nə qədər çox abunə sayı artarsa, bir o qədər çox video izah sizlər üçün təqdim edəcəyik. Eyni zamanda bizi müxtəlif sosial şəbəkələrdən Instagram, Facebook'dan izləmək istəyənlər üçün də aşağıda, yəni bu videonun aşağısında linklər yerləşdirəcəyik. Həmin linklərə keçid etməklə siz bizi Instagramdan, Facebook'dan və digər sosial şəbəkələrdən izləyə bilərsiniz. Həmin sosial şəbəkələrdə biz nəticələrimizi, elanlarımızı və müxtəlif dərslərlə bağlı müxtəlif materialları həmin sosial şəbəkələrdə paylaşırıq. İndi isə başlayaq mövzumuzun izahına. Azərbaycan dilində müəllim və müdavimlər üçün problemli məsələlərdən biri də eyni köklü sözlərdir. Biz bugün eyni köklü sözləri ən asan və ən yadda qalan yollarla izah edəcəyik. Birinci qayda budur ki, eyni köklü sözlər mütləq düzəltmə sözü olmalıdır. Gəlin qeyd edək. Eyni köklü sözlər mütləq düzəltmə olmalıdır. Düzəltmə söz olmalıdır. Yəni sözlər verilibsə, həmin sözlər sırasında sadə söz varsa, o eyni köklü sözlər sırasında verilə bilməz. Yəni eyni köklü sözlər sadə ola bilməz. Gəlin elə onu da qeyd edək. Hansı yadınızda qalsa, elə onu yadınızda saxlamağa çalışın. Eyni köklü sözlər sadə ola bilməz. Əslində bunlar mahiyyət etibarı ilə eyni bir anlayışdır. Sadəcə qeyd etdim ki, hansı yadınızda qalsa, elə onu da yadınızda saxlamış olun. Gəlin nümunələr üzərində biz eyni köklü sözləri izah etməyə çalışaq. Bağ sözü, bağban sözü, sonra bağsız sözü, bağça sözü, bağlanmaq sözü və bağımız sözü. Fikir verin. Birinci qayda buydu ki, eyni köklü sözlər mütləq düzəltmə olmalıdır. Eyni köklü sözləri tapmaq üçün ilk növbədə verilmiş sözləri kök və şəkilçisi ayırmaq lazımdır. Bağ sözün köküdür. Bağ sözün kökü ban leksik şəkilçisidir. Bağ sözün köküdür. Sız leksik şəkilçisidir. Bağ sözün köküdür. Ça leksikdir. Bağ sözün köküdür. Bağlamaq, bağlanmaq. Yəni iki leksik şəkilçisi var. Bağ sözün köküdür, ımız da mənsubiyyət şəkilçisidir. İndi fikir versəz, birinci qayda buydu ki, eyni köklü sözlər mütləq düzəltmə olmalıdır. Yəni sadə ola bilməz. Yalnız kökdən ibarət olan söz sadə sözdür. Demək ki, bu söz eyni köklü sözlər sırasında verilə bilməz. Həmçinin bağımız sözündə də leksik şəkilçisi yoxdur və qrammatik şəkilçisi var. Demək ki, bu sözdə sadə sözdür. Sadə söz eyni köklü söz ola bilməz. Bu sözü də həmin sözlər sırasından çıxarırıq. Son olaraq qaldı bağban, bağsız, bağça, bağlan sözləri və burada ikinci qaydaya ehtiyac olur. İkinci qayda odur ki, eyni köklü sözlərin kökləri eyni mənanı verən düzəltmə sözlər olmalıdır. Yəni eyni köklü sözlərin kökləri eyni mənanı verməlidir. Kökləri eyni mənanı verməlidir. Eyni köklü söz
kökləri eyni mənanı verən düzəltmə sözlərdir. Eyni köklü sözlər kökləri eyni mənanı verən düzəltmə sözlərdir. İndi gəlin baxaq. Eyni mənanı vermək nə deməkdir? Bilirsiniz ki, bağ sözü iki mənada işlənə bilər. Birinci mənası meyvə ağacları əkilmiş sahədir. Yəni meyvə bağı, alma bağı, bağ salmaq və s. Bu anlamda. İkinci mənası isə bağlamağa yarar hər şey. Yəni ip, kəndir, qaytan və s. Yəni ip, ayaqqabı bağı anlamındadır. İndi gəlin baxaq. Bağban sözü təbii ki, ayaqqabı bağından və ya ipdən yaranmaz. Yəni kəndirdən yaranmaz. Təbii ki, meyvə ağacları əkilmiş sahə anlayışından yarana bilər. Demək, burada olan söz, bağ sözü, yəni bağban sözündə olan bağ sözü meyvə ağacları əkilmiş sahədir. Bağsız sözü də həmçinin bu mənada işlənə bilər ki, yəni belə deyək də, meyvə ağacları əkilmiş sahə anlamında, yəni bağı olan və ya bağsız. Bağça sözündə də həmçinin bağ sözü ip anlamını ifadə etmir. Bağ sözü burada təbii ki, meyvə ağacları əkilmiş sahədən söhbət gedir, ondan sonra bağça yarana bilər. Yəni ayaqqabı bağından bağça necə yaransın? Yaranmaz. Bağlan sözünə gəlincə isə, bağlan sözü bağ, ip anlamını ifadə edən sözdən, yəni kəndir, qaytan anlamını ifadə edən sözdən yaranıbdır. Hardan bilirəm? Nətər bağ, yəni meyvə ağacı əkilmiş sahədən necə bağlanmaq sözü yarada bilərik ki? Yarada bilmərik ki? Yox. Demək ki, burada olan bağ sözü ip anlayışını ifadə edir. İp, kəndir. Kəndir. Ayaqqabının bağı bu anlamdadır. Yəni ayaqqabını bağla bağlayırsınız da, düzdürmü? Aha. Demək ki, ikinci qaydamıza əsasən bu sözdə eyni köklü sözlər sırasında verilə bilməz. 3 sözümüz qaldı. Burada 3-cü qaydanı da əlavə olaraq qeyd edirəm. Bu o qədər də çox lazım olmur. 3-cü qayda köməyinizə də çata bilər. Yəni eyni köklü sözlərin kökü eyni nitq hissəsi olmalıdır. Gəlin qeyd eləyək. Eyni köklü sözlərin kökləri eyni nitq hissəsi olmalıdır. Baxın, bağ sözündə bağ, yəni meyvə ağacları əkilmiş sahə nə deməkdir? Təbii ki, isimdir. Hansı nitq hissəsidir? İsim. Həmçinin bağlanmaq sözündə, yəni ip anlayışını ifadə edən sözdə də kök isimdir. Baxın, fikir verin. 2 qaydanı ödəsə, eyni köklü sözlər mütləq düzəltmə olmalıdır. Bəli, düzəltməlidirlər hər iki söz. Eyni zamanda kökləri eyni nitq hissəsidir. Yəni bu iki xüsusiyyətlə yanaşıb 3-cü qaydanı tətbiq etməsək, o sözü eyni köklü söz götürə bilmərik. Eyni köklü söz olması üçün bax burada qeyd etdiyim 3 əsas tələb, 3 əsas xüsusiyyət ödənməlidir. Əgər bu 3 xüsusiyyətin hər biri ödənirsə, o zaman biz o sözlərin eyni köklü söz olmasından danışa bilərik. İndi burada bağban sözü, bağsız sözü və bağça sözləri bir-biri ilə eyni köklüdür. Nəyə görə? Çünki bu sözlərin hər biri düzəltmədir. Sözün tərkibində ən azından bir leksik şəkilçi var. Kökləri eyni bir anlayışı, yəni meyvə ağacları əkilmiş sahə anlayışını ifadə edir və kökləri eyni nitq hissəsidir, hər birində bağ ismidir. Demək ki, bu sözlər eyni köklü sözlərdir. Bilirəm ki, eyni köklü sözlərdə ən çox qarışdırdığınız məsələ kökləri amonim olan variantlardır. Məsələn, sıx sözü, yəni kök sıx olarsa, bu zaman biz bilmirik ki, yəni o söz digərlərindən eyni köklüdür, yoxsa yox. Ümumiyyətlə, bu sıx sözünün nitq hissəsi baxımından isimdir, yoxsa sifətdir, yoxsa feildir. Biz bunu müəyyənləşdirə bilmirik və ya başqa sözlərimiz var ki, onlar amonim variantında çıxış eləyir. Bu sözlərlə bağlı da video kanala yüklənəcək. Təbii ki, bu videonun gəlməsi üçün də kanalımıza abunə olmağınız vacib şərtdir. Əgər video sizlərə faydalı oldusa, videonu bəyənin və öz dəyərli şərhlərinizi bizə bildirin. Növbəti videonun hansı dərslə bağlı olmasını istəyirsinizsə, həmçinin onu da rəy hissəsində qeyd edə bilərsiniz. Sağ olun, gələn videolarda görüşənə qədər. Hələlik.